Sonra o ayədən sonra hansı ki şübhəsiz ki cəhənnəm puskudadır. O azğınların gedəcəyi yerdir. Necə ki günahkarların, azğınların hansı ki hidayəti seçmədilər, Allahın yolunu seçmədilər və özlərini həlak etdilər. Və ona görə Allah Teala buyurur ki, o azğınların gedəcəyi yerdir. Həqiqətən onlar özləri haqq eləyiblər bunu. Yəni bu məsələdə insan hər kəs özü üçün düşmən olaraq kifayət eləyir. Yəni insanın özündən böyük bəlkə də düşməni yoxdur bu məsələdə. Özünü həlak eləyə bilir insan. Sonra Allah Teala buyurur ki, onlar əsrlər boyu orada qalacaqlar. Yəni əsrlər boyu o deməkdir ki, daimi qalacaqlar. O insanlar ki, imansız gediblər, qəlblərində iman yoxdur, onlar orada əbədi qalacaqlar. Yəni əsrlər o məsələnin böyük olmasını göstərir. Ki insan qorxsun ki, yəni əsrlərlə əzab içərisində qalmaq nədir? İnsan illərlə, aylarla çətinlikdə qala bilmir. Qaldı ki, cəhənnəmin ən şiddətli əzabında insan sonsuza qədər əsrlər qalsın. Yəni bu dəhşətli bir şeydir. İnsan yəni oturub bu barədə düşünsə, əgər doğrudan da qəlb sahibidirsə, doğrudan da Rəbbinin əmrinə qarşı sayğısı, hörməti varsa, doğrudan da Quranı Allahın kəlamı olaraq qəbul edirsə, onda o doğrudan bu məsələlər barədə dərindən düşünməlidir. Çünki bu onun əbədi talihidir. Bu onun əbədi müqəddaratı həll olunur bu məsələdə. Sonra Uca Rəbbimiz buyurur ki, orada nə bir sərinlik tapacaq, nə də bir içki dadacaqdır. Yəni orada xulud, yəni insanlar artıq ölüm yoxdur. Ölüm yoxdur, amma onunla yanaşı bir maddi həyatdır. Maddi həyatın da tələbatları var. Düzdür? Biz hal-hazırda maddi həyatda yaşayırıq. Amma bizim maddi həyatımızın müəyyən nöqsanları var, məhdudiyyətləri var. Odur ki, bizdə ölümə məhkumuq, nə vaxtsa ölməliyik. Bizim, necə deyərlər, bədənimiz, maddi bədənimiz müəyyən bir şeylərdən asılıdır. Çox tez həlak ola bilir. Amma axirətdə isə artıq həlak olmaq yoxdur. Yəni, ruhun bədəndən çıxması yoxdur. Və maddi tələbatlar var. Və cəhənnəm əhlinin də maddi tələbatları bitməyəcək. O maddi tələbatlardan da nədir? Susuzluqdur, aclıqdır, ağrı hissi, bütün bu hissiyatlar olacaq və hətta dünyadan daha artıq. Və ona görə də yəni bu məsələdə itirən insan yəni sonsuza qədər bir iflas yaşayacaq. İnsan bu dünyada qısa bir iflası yaşaya bilmir. Nə isə itirir, nə isə bankrot olur, mallı mülkünü itirir. Onu adlaya bilmir. Bəzən insanlar olur, özlərini həlak edirlər, intihar edirlər, elə bilirlər o çıxış yoludur. Halbuki bilmir ki, özünü daha böyük bir əzaba, bitməyən bir əzaba atır. Əgər bilsəydi o əzaba hansı bir ağrı, istiraba düşəcək, onu etməzdi o əməli. Yəni insan dünyanın keçici acılarına, hansı ki o qədər də şiddətli deyil, axirətə baxanda dözə bilmir. Qaldı ki, axirətin iflası, oranın əzabı, oranın susuzluğu, aclığı. Və necə ki, Uca Rəbbimiz buyurur ki, orada bir sərinlik yoxdur. Yəni ancaq narahatçılıq, isti, od və nə də bir susuzluğunu yatızdıran bir şey. Yəni elə bir susuzluq olur ki, cəhənnəmdə o susuzluğun baxmayaraq ki, bilə-bilə ki, onu su yandıracaq, o sulardan içirlər, hansı ki, onların qarınlarını, bağırsaqlarını deşib çölə çıxır. Bilə-bilə ki, o su onları o günə qoyacaq. Susuzluğun miqdarından onlar onu içəcəklər. Yəni necə gör insanlarda çətin bir durum olacaq cəhənnəmdə, Allah qorusun hamını. Yəni biz heç kəsə, heç bir Adəm övladına onu istəmirik. Allahdan yəni deyirik ki, hidayətə layiq olan hər bir şəxsə Allah Taala hidayəti asanlaşdırsın, cəhənnəmdən uzaqlaşdırsın, cənnətə. Amma yəni Allah Taalanın bir əzəli bilgisi var, artıq təyin olunub və özlərini həlak eləyənlər, günahkarlar yalnız onlardır. Yəni Allah Taala heç kəsə zülm eləməyib. Allah Taala hər kəsə seçim yolu vermişdi. Onlara kifayət qədər dəlillər göstərmişdi. Onlara elçilər göndərmişdi. Şərait yaratmışdı, vaxt vermişdi. Amma yenə insan özü ilə düşmənçilik elədi. Və sonra Allah Taala buyurur ki, yalnız qaynar su və irin dadacaqlar. Yalnız qaynar su, elə qaynar su ki, o qaynar su onların üzlərinin ətlərini yandırır. O qaynar su ki, necə dedik, qarınlarını paramparça edir. O irin ki, cəhənnəm əhlindən axan irin, qan, qarışıqlı bir
üfunətli bir şeydir ki, elə bir üfunətdir ki, bəlkə onun yəni bir damcısı, bir qətrəsi əgər bu yer dünyasına nazil olsaydı, bəlkə bütün abu-havanı korlayardı. Yəni elə bir üfunətdir. Allah qorusun. Bu da cəza olaraq Allaha qarşı çıxanlara cəza olaraqdır. Çünki Allah Taala özü xəbər vermişdi ki, mənim əzabım şiddətlidir. Artıq bəhanə yoxdur. Necə ki, rəhməti geniş olduğu kimi əzabı da şiddətlidir. Və sonra Allah Taala buyurur ki, uyğun bir cəza olaraq, cəzaən vifaqa, yəni Allah onlara qəti olaraq zülm etmədi. Tam uyğun bir cəza oldu onlara. Nəyə görə? Çünki Allah Taala çox istədi ki, onlar dönsünlər. Rəbbimiz heç kəsin əzab çəkməsini istəməz. Və ayələrin hətta birində buyurur ki, Allahın nəyinə lazımdır sizə əzab versin? Əgər siz şükür etsəniz. Əgər siz şükür etsəniz, itaat etsəniz, yəni Allahın verdiyi nemətlərə şükür etmək odur ki, onu itaatda istifadə eləmək, ona küfr etməmək. Nemət verildisə, o nemət veriləndən sonra nemət verənə qarşı üsyan etməmək özü şükürdür. Ona itaat eləmək, ibadət eləmək özü şükürdür. Yəni Allah Taala buyurur ki, əgər siz şükür etsəniz, itaat etsəniz, Allahın nəyinə lazımdır sizə əzab versin. Allah Taala heç kəsə əzab vermək istəmir. Sadəcə insan necə dedik ki, özünə qarşı belə bir cinayət eləyir. Sonra Yüce Rəbbimiz buyurur ki, həqiqətən onlar haqq hesab olacağını gözləmirdilər. Yəni, bəzən insan özünü alladır. Bəzən insan özünü alladır. Nəyə görə? Çalışır ki, inanmasın ki, yəni axirət var. Müvəqqəti olaraq bəlkə də bu dünyadakı məsuliyyətdən qaçmaq üçün. Amma bu dünyadakı məsuliyyətdən qaçsın, bəs axirət o barədə düşünmürsən. Yəni bu dünyada, yəni və Allahın mərhəmətindəndir ki, Allahın rəhimli olmasındandır ki, insana bir ömür qədər möhlət verə bilir. Yəni insana o qədər ömür verir ki, hətta bəhanəsi olmasın. Hətta onun qarşısına elə şeylər çıxarır ki, o ona yardımçıdır, köməkçidir. Bəzən ona tövsiyə edən insanlar çıxarır. Onun tövsiyə edənlərin ən böyükləri peyğəmbərlərdir. Peyğəmbərlər göndərib, onların xəbərlərini göndərib ki, bəlkə eşitsinlər, bəlkə düşünsünlər, ibrət alsınlar. Peyğəmbərlərdən sonra salih insanlar, alimlər, hansı ki Allahın dinini çatdırırlar. Və əvəzində də insanlardan heç nə istəmirlər. Nə peyğəmbərlər, nə də insanları Allahın yoluna çağıranlar, insanlardan bunun əvəzində heç nə istəmirlər. Yəni, bir insan öz xilasını istəyirsə, başqasının da xilasını istəyir. Bəli, Allah Taala buyurur ki, onlar haqq hesab olacağını gözləmirdilər. Və ya gözləmək də istəmirdilər. Heç bu barədə düşünmək istəmirdilər. Baxmayaraq ki, onlara çatdırılırdı. Allah Taala çatdırılmamış heç kəsə cəza verməz, əzab verməz. Sonra Allah Taala buyurur ki, biz hər şeyi bir-bir yazmışıq. Yəni Lövh-i Məhfuzda, kitabda yazılıb hər şey. Yəni bu da Allah Taala'nın böyük bir elmini, böyük bir hikmətini, böyük bir necə deyək, dərin bir elmini göstərir. Ki uca Rəbbimiz hər şeyi planlaşdırıb, heç bir şey Allahın planından çölə çıxmayacaq. Heç bir hadisə hətta Allah istəməsə baş verməyəcək. Ona görə Allah Taala istəyən şeylər baş verir bu dünyada. Öncədən bilib və onu yazıb. Amma insanlara seçim də verib, insanlara yol da göstərib. Yaxşını seçən özü üçün seçir. Pisi seçən də öz əleyhinə onu seçmiş olur. Allah Taala heç kəsə zülm eləmir. Və hətta ona görə də əlavə olaraq Allah Taala kiramən katibin yazan mələklər təyin edib ki, hətta insanlar deməsin ki, mənə zülm olundu. Xeyr, sən özün seçdiyin məsələləri sənə yazılıb və bu sənin etdiyin əməllərdir. Sən bu məsələdə azad edin. Və hətta sən böyük cinayətlər edirdin, Allah sənə möhlət verirdi. Və sonra Uca Rəbbimiz buyurur ki, ona görə də dadın bu əzabı. Yəni bu qədər fürsət verdim, bu qədər elçilər gəldi, bu qədər sizə deyildi, dəfələrlə deyildi, mübahisə elədiniz, sübutlar gətirmək istədiniz, əks, necə deyərlər, istiqamətə getdiniz. Yəni bundan sonra artıq dadın əzabı. Yəni kifayətdir bu qədər. Ona görə də deyir, dadın əzabı, biz sizin yalnız əzabınızı artıracaq. Deyilir ki, bu ayə, həmən bu ayə deyir ki, biz sizin əzabınızı artıracaq. Yəni əzab yalnız artacaq. Bu necə çətin bir şeydir.
və hətta deyilib ki, yəni bu cəhənnəm əhli üçün deyilmiş ən pis bir xəbərdir. Yəni bundan daha böyük pis xəbər ola bilməzdi. Ki insan əzaba düşəcək, əzabı durmadan artacaq. Yəni bitməyən bir əzab. Bu nə deməkdir? Yəni insan buna necə dözə bilər? İnsan bu dünyada bu fikrə necə dözə bilər? Hələ qaldı ki, yəni axirətdə, hələ qaldı ki, o cəza diyarında. Yəni insan bu fikirlə necə yaşaya bilər? Bu fikir necə ola bilər ki, insanın beynini işə gətirməsin, insanı narahat eləməsin? Nəyə görə yəni insan öz gələcəyini düşünməsin? Halbuki çox yaxın bir gələcəkdir, yaxın bir ölümdür. Yəni heç kəs bu ölümdən qaça bilməyəcək. Yəni düşünmürmü ki, bəs öləndən sonra nə baş verəcək?